Böyük İslam alimi İbn Həcər demişdir. Zilhiccənin ilk 10 gününün digər günlərdən üstün olmasının səbəbi ibadətlərin əsası olan namaz, oruc, sədəqə və həc kimi ibadətlərin eyni zamanda əda edilməsindən, yerinə yetirilməsindən ötəridir. Bu ibadətlər başqa heç bir günlərdə cəm olmur. Hətta Zilhiccə ayının ilk 10 gününün gündüzləri Ramazan ayının son 10 gününün gündüzlərindən daha əfsəldir. Çünki Ramazanın son 10 günü gündüzlər namaz, oruc, sədəqə və digər əməllər edilsə də, həcc əməli yerinə yetirilmir. Həcc əməli isə düzgün yerinə yetirildiyi halda müsəlmanın günahlarının silinməsinə səbəb olacaq bir əməldir. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub: kim bu evi heç bir günah etmədən həcc edərsə, anadan doğulduğu kimi olar. Həmçinin bu günlərdə edilən əməllərdən biri də qurban kəsməkdir ki, bu digər günlərdə əmr edilməyib. Uca Allah buyurur: qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin. Alimlər ayədə deyilən məlum günlərdə sözünün Zilhiccə ayının ilk 10 günü olmasını demişlər. Zilhiccənin bu 10 günləri içərisində ən fəzilətli olanları isə Ərəfa günü və Qurban günüdür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə demişdir: həqiqətən Allah qatında günlərin ən əfsəli Qurban günüdür. Ərəfa günü Allahın qullarını cəhənnəmdən ən çox azad etdiyi gündür. Ən yaxşı dua Ərəfa günü edilən duadır.